Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyyə bədə əmmə bəd. Davam edirik 4 qayda risaləsini Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimehullahın və şərhçisi də nəvəsi Salih ibn Abdüləziz Əli-Şeyh rahimehullah. El-qaidətü saniyə. İkinci qayda, keçən birinci qaydanı götürdük. İkinci qayda isə deyir ki, müəllif innəhum yəqulun, müşriklər deyirlər ki, mə də'unəhum və təvəccəhnə iləyhim illə li tələbil qurbəti və şəfəə. Biz deyir, yəni bu ölülərdən, yəni salihlərdən dua edirik, onlara yönəlirik, yalnız onlar yaxınlaşdırsınlar və şəfaətçi olsunlar. Allaha yaxınlaşdırsınlar və şəfaətçi olsunlar Allah qatında. Və bunun dəlili, yəni yaxınlaşdırma dəlili Allah Taala'nın bu ayəsidir. Yəni onların belə deməklərinin dəlili. Yəni hardan götürmüsünüz ki, onlar belə deyirlər? Allah Taala buyurur: "Vellezine ittahazu min dunihi awliya ma na'buduhum illa liyuqarribuna ila Allahi zulfa innallaha yahkumu beynahum fima hum fihi yahtalifun innallaha la yehdi men huve kazibun kaffar." Allah Taala Zümer surəsi 3-cü ayədə buyurur ki, Allahdan savayı özlərinə himayədar götürənlər deyərlər ki, mə nə'buduhum illə liyuqarribuna ilallahi zulfə. Biz onlara yalnız onlar bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik. İnnallah yahkum beynəhum fīmə hum fīhi yaxtalifun. Əlbəttə ki, Allah Taala onların ixtilaf etdikləri barədə hökm kəsəcək. Çünki Allah Taala deyir, yalancı kafiri deyir, hidayət etməz. Yəni kafir adlandırdı. Özdə kəffər. Kəffər yəni siğə mübələğədir. Yəni daha çox küfr edən mənasındadır. İkinciyə dəlil, daha doğrusu şəfaət məsələsinə dəlil Allah Taala'nın bu ayəsidir. Yunus surəsi 18-ci ayə. Allah Taala buyurur: "Və ya'budun min dunillahi ma la yadurruhum və la yanfa'uhum və yəqulun haula'i şufa'auna 'indallah." Onlar nə zərər verən, nə də mənfəət verən şeylərə Allahdan savayı ibadət edərlər və deyərlər ki, bunlar bizim Allah qatında şəfaətçilərimizdir. Və şəfəə şəfaətən. Sonra müəllif deyir ki, şəfaət iki cür olur. Mənfi şəfaət, bir də müsbət şəfaət. Mənfi yəni nəfi olunmuş, inkar olunmuş və müsbət hansı ki isbat olunmuşdur, yəni şəri yolla. Və şəfəə əl-mənfiyyə və mənfi şəfaət hansı ki nəfi, inkar olunmuş şəfaətdir. Mə kənət tatlubu min qeyrillahi fi mə la yaqdiru alayhi illallah. Bunun qaydası odur ki, Allahdan qeyrisindən tələb olunur, yalnız Allah qadir olan bir şeyləri. Yəni bu nədir? Mənfi, qadağan olunmuş şəfaətdir. Və bunun dəlili, yəni mənfi şəfaətin olması Qurandan dəlil nədir? Allah Taala buyurur Bəqərə surəsi 254-cü ayədə: "Ya eyyuhellezine amenu enfiqu mimma razaqnakum min qabli en ya'tiya yawmun la bey'un fihi ve la khullatun ve la şefa'a vel kafirun humuz zalimun." Ey iman edənlər, sizi ruzlandırdıqlarımızdan xərcləyin ta o gün gəlməmişdən qabaq, hansında ki nə alış-veriş yoxdur, nə dostluq, nə də ki şəfaət. Yəni şəfaət yoxdur. Yəni bu nədir? Hansı şəfaətdir? Mənfi olan, yəni yox olan şəfaətdir. Vel kafirun humuz zalimun. Və kafirlər əlbəttə ki zalimlardır. Və şəfə müsbətə, lakin müsbət şəfaət isə, yəni isbat olunmuş şəri yolla şəfaət isə nədir? Yəni bunun qaydası nədir? Hiyəlləti tutləbu minallahi. Bu Allahdan istənilir. Yəni şəfaətçi kimsə olacaqsa, bunun şəfaətçiliyini Allah Taala təyin edirsə, Allahdan istəyirsən ki, onu sənə şəfaətçi etsin. Yəni onun özündən yox. Allahdan istəyirsən ki, onu sənə şəfaətçi təyin etsin. Bu şəri yoldur. Və şəfi mukram. Çünki şəfi, kim ki şəfaətçilik edir, bu Allah Taala tərəfindən ikram olunmuş şəxsdir şəfaətlə. Vəl məşfu ləhu, kimə ki şəfaət olunur, yəni kim ki tələb edir, kimə ki lazımdır bu şəfaət, kimlərdəndir?
Mən radiyallahu qavləhu və əmələhu. Kimdən ki Allah Taala həm sözündən, həm əməlindən razıdır. Bu da hamısı hər iki tərəfə, həm şəfaətçiyə, həm də şəfaət olunana Allahın iznindən sonra baş verir. Necə ki Allah Taala buyurur: "Mən zəlləzi yəşfə'u indehu illə bi izni." Yəni Allah qarşısında onun izni olmadan kim şəfaətçilik edə bilər? Demək, şəriətlə isbat olunmuş şəfaətin qaydası nədir? Şəfaəti 1. Allahdan istəməlisən. 2. Şəfaət edici kəs Allah Taala tərəfindən ikram olunmuşdu şəfaətlə. Yəni ona bu üstünlük və məqam verilmişdi sadəcə. 3. Allah Taala söz və əməlindən razıdır şəfaət olunan kəsin. Yəni bunlar təvhid əhli olmalıdır, iman əhli olmalıdır. Və 4 də ki, izin olmalıdır ki, Allah Taala bu şəfaəti versin. Yəni bu müsbət olan, yəni şəriətlə isbat olunmuş şəfaətinin qaydasıdır. Şərhində Salih Əli-Şeyx Həfizallah buyurur ki: "Həzil qayda səniyə fi bəyan həl müşrikin fi ibadətihim." Bu ikincidir qaydadır. Yəni müşriklərin ibadətlərinin halını bildirir. Abədu əlihətən məallah. Onlar yəni Allahla yanaşı ilahları ibadət edirlər. Məzə yəqsudun bi həzil ibadə. Lakin bu ibadətdə məqsədləri nədir? Yəni nəyə görə bu ilahlar var ümumiyyətlə onlarda nəzərində? Nəyə görə onlar bu ilahları seçib və ibadət edirlər? Həl yəquluna hiyə əlihə istiqlaliyyə əm ennəhum vasait. Məyər onlar deyirlər ki, bunlar müstəqil ilahlardır, yoxsa bunlar Allaha aparan vasitələrdir? Yəni müstəqil bunlara ibadət edirik və bunlardan istəyirik, yoxsa ki, bunlar bizə lazımdır, Allaha yaxınlaşdırsınlar. Qayda bunu ifadə etdirir ki, onlar, o müşriklər, bunu müstəqil olaraq ilah etməyiblər. Vasitə tutublar Allaha yaxınlaşmaq üçün. Həzil qayda əfədət bi ennəhum innəmə kənu ya'buduna qayrallahi əzzə və cəl alə cihətil vasata alə cihətil qurbə əv alə cihətil şəfəə. Yəni bu qayda bizə bildirir ki, onlar Allahdan qeyrilərini ilah tutub onlara ibadət edirlər. Vasitə cəhətdən yaxınlaşma, Allaha yaxınlaşma cəhətdən və yaxud onları Allaha tərəf şəfaətçi tuturlar. Yəni yəquluna inna əlihətənə əl-batilə tuqarribuhum ilallah. Yəni dediklərindən elə çıxır ki, bu batil, yəni ilahları Allaha yaxınlaşdırır. Onlar da öz ehtiyaclarını qaldırırlar Allaha, yəni bunların vasitəsi ilə. O yəquluna innəhə və yaxud deyirlər ki, bunlar şəfaətçilik edirlər Allah qatında. Yəni ortaqlıq edirlər. Yəni ənə müşrikil ərəb ləm yəkunu yatlubuna min əlihə istiqlələn. Yəni müşrik ərəblər, yəni qabaqki müşrik Qureyş ərəbləri onları müstəqil olaraq ilah seçməmişlər. Və innəmə kənu yatlubuna min əlihə alə vəçhil vasatə. Lakin yəni o ilahlardan, batil ilahlardan istədikləri ancaq nə idi? Vasitə idi, yaxınlaşma idi. Və yaxud ikinci cəhətdən, yəni şəfaət idi. Necə ki, Şeyx Rahiməhullah burada zikr etdi və dəlili də, yəni yaxınlaşmanın, qurbanın dəlili bayaq zikr olundu ki, Zümer surəsi 3-cü ayədə وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَ إِلَى اللَّهِ زُلْفَى. Biz onları yalnız, yəni bu övliya götürmüşük özümüzə, yəni bunları, yəni himayədar götürmüşük bunları özümüzə və onlara ibadət edirik Allaha yaxınlaşdırsınlar deyə. Niyə yalnız bunun üçün? Bu yalnızlıq mənası, məqsəd nədir? O yalnızlıqda. Yalnız bunun üçün ibadət edirik. Yəni bu hissəsi olmasa, Allaha yaxınlaşdırsın hissəsi olmasa, bizə bunlar lazım deyil. Biz bunlara yaxınlaşmarıq, yəni ibadətlərlə heç, yəni bunları tutmarıq. Bunlar lazımdır ki, Allaha çatdırsınlar bizim ehtiyaclarımızı. Aydındır? Yəni bu birinci hissəsi və ikinci hissəsi və dəlil şəfaət qavluhu təala, yəni şəfaətin dəlili isə Allah Taala'nın bu ayəsidir. Və ya'buduna min dunillahi ma la yadurruhum və la yanfa'uhum və yəquluna haula şufa'una indallah. Onlar Allahdan qeyri nə zərər verən, nə mənfəət verən
kəslərə ibadət edib deyərlər ki, onlar bizim üçün Allah qatında şəfaətçilərdir. Və şəfəən yatlubu minallahi əzzə və cəl ləhumul həvaic. Şəfaətçi də yəni ona görədir ki, yəni öz ehtiyaclarını yəni yönəldirlər bu şəfaətçilərə ki, onlar çatdırsınlar Allaha. Lənə mənə şəfəən yadum əl-mətlubu minhu tələbəhu ilə ət-talib fəyərfəhu ilə mə indəhul əmr. Çünki şəfaətin həqiqəti nədir? Şəfaətin həqiqəti, ümumiyyətlə şəfaətin mənası nədir? Şəfaət odur ki, kimdən ki şəfaət tələb olunur, bu öz tələbini və kim ki buna müraciət edib, onun tələbini cüt edib, yönəldirlər hər ikisi əmr sahibinə. Aydındır. Bu olur nə? Şəfaətçilik, yəni cütlük. Şəf'un sözü, yəni cüt deməkdir. Necə ki, vitrun tək deməkdir, şəf'un da cüt deməkdir. Yəni cütləşib istəklərini çatdırırlar. Aydındır. Və həzə məna şəfə və şəfaət söz mənası budur. Fəyəqulun həulə şüfəəunə indəllah və deməkləri ki, onlar bizim Allah qatında şəfaətçilərimizdir. Yəni yəkununu talibin lənə mənurid. Yəni bizim istəklərimizi onlar tələb edir Allahdan. Vallahu əzzə və cəllə yəruddu şəfaətəhum. Çünki Allah deyir, onların şəfaətini qaytarmaz. Yəni elə zənn edirlər ki, bu məxluqa etdiyi şəfaət kimidir. Gəlsəm qapısına, istəsəm ondan, o da mütləq verməlidir. Lənnəhum muqarrabun və elə zənn edirlər, çünki bunlar nədir? Muqarrabdır, yəni Allaha yaxınlaşdıranlardır. Və aslu şirkil aləm kənə fi cəmil əlfiyyət və təvaif alə ihtə cihəteyn. Və ümumiyyətlə, aləmdəki mövcud olan şirkin əsli iki tərəfdən irəli gəlir, yəni iki baxımdan irəli gəlir. Birincisi, əmməl cihətül ulə, əşşirk bil-i'tiqadi bir-ruhaniyyətil kəvakib. Birinci cəhəti şirkin, o da deyir, ulduzlara ibadət etməkdir və yer üzündə onların bütlərini təyin etmək və onlarda sanki bu ulduzların ruhlarını görməkdir, canlandırmaqdır. Aydındır bu. Kəmə kənə şirk qavm İbrahim. Necə ki, bu İbrahim əleyhissalamın qövmündəki şirkidir. Yəni, ulduzlara ibadət etməkdir əsli ulduzlara ibadət edir. Lakin nədir? Yer üzündə bütlər qururlar, bütlər yaradırlar və güya ki, o ulduzların ruhlarını bu bütlərdə tapırlar. Finə İbrahimə ətə ilə qavm yəbudun əl-əsnəm əlləti hiyə surə musavvara alə suvar ruhaniyyətil kəvakib. Elə bir qövmə gəlib İbrahim əleyhissalam ki, orada yəni bütlərdir və bütlər, yəni sanam bütdür, ümumi mənasında bütdür, surətli bütdür. Yəni ulduzun hələ bil ki, ruhu var bu bütdə, əsli kökü isə ibadətin nədir? Ulduzlaradır. Etiqadlarına görə ənnə ləhə təsirən fil mələkut, çünki elə etiqad edirlər ki, bax bu ulduzların təsiri var kainatda, Allahın mülkündə. Və abədul asnamə əvəl əvsənə ləənnə ərvah tilkəl kəvab təhillu fiyhə. Və o bütlərə də ibadət edirlər. Ona görə ki, zənnlərinə görə ki, o ulduzların ruhları bunların içindədir. O ulduzların ruhları bunların içindədir. Əslində isə yəni bu bütlərdə bildiyimiz kimi yəni nədir? Şeytanlardır. Şeytanlar oturur, onlar xitab edirlər, belə alladırlar şeytanlar. Bəzən görür ki, "Rubbama hassalat lahum ba'du ma yuridun." Bəzən deyir, onların istəkləri baş tutur, imtahan olaraq onlar üçün. Fəvaqal əmru bi an əşraku və iş orasına çatır ki, biraz da şirklərini artırırlar öz etiqadları üzərindəki, yəni ulduzlar bunlara neynədir? Yardım etdi. Və yaxud bəzən görsən ki, oradan şeytan səslənir, nəsə deyir, nəsə bildirir, nəsə işarə edir. Elə bilirlər ki, həmin o ulduzun ruhudur, bunlara cavab verir. Və ruhaniyyətül kəvkəb hiyəlləti tuxatib və bəzən görsən ki, həmin o elə bilirsən ki, büt danışır dediyimiz kimi. Və ona görə Allah Taala nə buyurur? Allah Taala buyurur ki, qalə əzzə və cəl Nuri İbrahimə mələkutəs səməvati vəl ard və liyəkuna minəl muqinin. Biz deyir İbrahim əleyhissalama deyir,
göylərin və yerin, kainatın, yəni idarəçiliyini, mülkiyyətinidir göstərdik. Yəni kim tərəfindən idarə olunur, kim tərəfindəndir ki, o da deyir liyakuna minel muqinin. Yəqin olanlardan olsun. Yəqin olanlardan olsun. Fələmmə cənnə aleyhil leylu. Bax bundan sonra deyir ki, yəni İbrahim əleyhissalam yəqindir etiqadında ki, bunları kainatı idarə edən kimdir? Fikir ver. Ondan sonra deyir ki, fələmmə cənnə aleyhil leylu ra'a kəvkəbən qalə həzə rabbi. Sonra deyir, gecə yetişdikdə, ulduzu görəndə deyir ki, bax, budur mənim Rəbbim. Amma ondan qabaq nə deyir? Ayə necə gəlir? Ki, Allah Taala artıq onu yəqin etmişdi, idarəçilikdə, yəni Rəbb kimdir, bilirdi. Sadəcə bu söz dediyi ki, gecə düşəndə ulduzlar görsənəndə deyir ki, budur mənim Rəbbim, bu müşriklərə göstərmək üçündür. Yəni, bu özünün etiqadı deyil. Necə ki, bəziləri zənn edirlər ki, güya ki, İbrahim əleyhissalam haqqı axtarırdı. Əslində elə deyil. Bu nazir deyildi, bu munazir idi. Yəni, nazirlə munazir sözünün mənası nədir? Nazir, yəni nəzər salıb dəlil axtaran deməkdir. Munazir isə münaqişə edəndir. Yəni, burada İbrahim əleyhissalam nazir deyildi. Yəni, dəlil axtarmırdı ki, Rəbbim kimdir? Mücadilə edirdi qövmü ilə. Yəni, bu söz ki, bu mənim Rəbbimdir, o mənim Rəbbimdir, o birisi mənim Rəbbimdir, onların ibadətlərinin batil olmasını göstərmək üçündür. Aydındır ki, onlar ibadət edirdilər ulduzlara, aya, günəşə, onların batil olmasını sübut etmək üçün idi onlara. Yoxsa ki, bəzilərinin zənninə görə yox ki, İbrahim əleyhissalam haqqı bu cür axtarırdı. Çünki ondan qabaq Allah Taala nə deyir? وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ Ki, o yəqin olanlardan olsun. Biz ona göstərdik, deyir, kainatın idarəçiliyini ki, o yəqin olanlardan olsun. Ondan sonra gəlir bu ayə. Fələmmə cənnə nə vaxt ki, deyir, gecə bürüdü, ulduzları gördü, dedi ki, Rəbbim budur. Demək nədir burada? Nazir deyil, munazirdir. وَالصَّحِيحِ الَّذِي يَدْعُفُ غَيْرُهُ Və ona gördük ki, alimlər ixtilaf edib, amma yəni, alimlər deyəndə bu sələf alimləri qəsd olunmur hamısı. Alimlər ixtilaf edibdir ki, həl kənə naziran o munazira. Yəni, İbrahim əleyhissalam bu ayədə nazirdir, yoxsa munazirdir. Nazir, yəni dəlil axtaran, munazir, münaqişə edən. وَالصَّحِيحِ الَّذِي يَدْعُفُ غَيْرُهُ Və səhih hansı ki, başqası ola bilməz burada, başqa variant ola bilməz, o birisi zəifdir. Odur ki, ənnə İbrahim aleyhissalam və salatu vesselam kənə fi qavli həzə Rabbi bu sözü ilə deməsi ki, bu mənim Rəbbimdir, bu yəni munazir idi, nazir deyildi. Yəni münaqişə edirdi qövmü ilə. Aydındır bu. Necə ki, Şeyhülislam İbn Teymiyyə rahimehullah Dur Təard Aql və Nəql kitabında buyurur. Şeyhülislam buyurur ki, və zə'əmə əl-xasm ənəl məarif mutəqəddimə vəcəbət ey hasalat bin nəzər və istidlal. Yəni qabaqki deyir, qabaqki elm, qabaqçıların elmidir. Nəzər və istidlal yolu ilə baş tutub kim ki belə iddia edir, bu kəlam əhlinin üslubudur. Kəlam əhlinin üslubu nədir? Kəlam əhli deyir ki, ilk insana vacib olan, mükəlləfə vacib olan la ilahə illallah yox, nəzər və istidlaldir. Yəni nəzər yolu ilə dəlil tapmaqdır. Yəni əqli yolla dəlil tapmaqdır. Necə ki İbrahim əleyhissalam edib onu dəlil gətirirlər. Bu isə batildir. Yəni bunu kəlam əhli gətirir. Aydındır ki, nəzər yolu ilə, əqli yolla etiqadın isbatı, yəni əql nəqldən öncədir. Bu kəlam əhlinin, bidət əhlinin üslubudur. Və Şeyhülislam buna rəddiyə edərək deyir ki, bu ayədə kim ki bu ayəni dəlil gətirir, deyir, inatkardır, deyir. Çünki ayənin özündə nə deyir Allah Taala? Fələmmə cənnə aleyhil leyl ra'a kəvkəbən. Deyir, gecə deyir bürüdükdə ulduz gördü. Və ayə bitir nə ilə? Ləqad ətəynə İbrahimə rüşdəhu min qabl. Biz artıq deyir, yəni İbrahimə bundan qabaq deyir düz yolu göstərmişdik. Fikir ver. Bundan qabaq artıq düz yol göstərilmişdi. Ondan sonra bu şeyləri dedi. Bu nəyə işarədir? Ona işarədir ki, orada yəni o qövmü ilə nə edirdi? Münazara edirdi. Yəni mücadilə aparırdı. Fətilkə hüccətun aləl xasm. Və ona görə ayələrin axırında deyir, tilkə hüccətun. Allah Taala deyir ki, bu deyir, yəni qövmünə qarşı deyir, hüccətidir deyir İbrahim əleyhissalamın münaqişəsinin. Aydındır ki, sübutudur ki, siz səhv yoldasınız.
Yəni bura aydındır da, yəni bu hissəsi aydındır. Sonra deyir ki: Əmmə cihətü saniyə min ənva-i şirk. İkinci növ şirk etiqadı isə, yəni birinci növ idi ulduzlara ibadət etmək. Yəni ümumiyyətlə aləmdə dedik ki, iki növ, iki istiqamətdə, yəni şirk etiqadı yayılıb əvvəlindən, kökündən. Birinci, yəni ulduzlara ibadət etməkləndir. İkinci isə, ikinci şirk isə Nuh əleyhissalamın qövmündə yaranıb. O da nədir? Etiqad, yəni etmək ki, salihlərin ruhlarıdır bu bütdə. Demək, birinci etiqad nə idi ki, ulduzların ruhlarıdır, qurduqları bütlərdə, büt formaları hansısa bir surətlərdə. İkinci isə salihlərin heykəlləridir. Salihlərin heykəllərini qururlar və yaxud hansısa bir bütü qururlar, etiqad edərək ki, salihin ruhudur burada. Bu da ikinci növ şirk etiqadıdır. O da Nuh əleyhissalamın qövmündə olduğu kimi, necə ki, Allah Taala buyurur: وَقَالُوا لَا تَزَرُنَّ آلِهَتَكُمْ وَلَا تَزَرُنَّ وَدًّا وَلَا سُوَاءً وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا. Nuh surəsi 23-cü ayədə Allah Taala buyurur ki, müşriklər öz bütlərini müdafiə edərək deyirlər ki, ilahlarınızı tərk etməyin. Vaddı, Suva, Yağuz, Yauq, Nasrı tərk etməyin. Yəni büt adları salihlərin adlarıdır. Və necə ki, Səhih Buxaridə keçir, o da İbn Abbas radiyallahu anhumədən rəvayət ki, Ənəhu qalə həzi əsmə ricəl salihin kənət fi qavmi Nuh. Bu deyir, yəni salihlərin adlarıdır. Nuh əleyhissalamın qövmündəki o 5 dənə ad yox idi ayədə keçən. Vaqa şirk bihəulə, şirkdir bunlara qarşı oldu da, yəni bunları özlərinə şərik tutdular Allaha qarşı. Çünki bunlar salih insanlar idi. Əl-ərəb varasu şirk bis salihin və ərəblər də yəni salihlərə şərik qoşmağı onlardan varis olaraq, miras olaraq götürdülər. Fəəbədu əsnəmən mütəəddidə və əvsənən və müxtəlif, yəni bütlər, heykəllərə başladılar ibadət etmək. Misal üçün, Lata ibadət edirlər, çünki Latın orada neyi var? Qəbri var. Latda yəni salih insana nisbət olunan addır da, yəni. Və etiqad edirlər, həmçinin fəməssəlu aleyhi sanəmən və saru yəbuduna. Və ona görə ona bir heykəl qurublar orada, büt qurublar. Başlayıblar o bütə ibadət etmək. Əslində isə şeytanlar oynayır onlarla. Eyni də Uzza. Uzza nədir? Ağacdır. Mənat nədir? Qaya parçasıdır. Və kənə əndə şəcər rəcül salih yətəəbbədu. Həmin ağacın yanında salih bir kişi daima ibadət edirdi. Ona görə yəni oranı nə etdilər? Pir etdilər. Və kənə əndə mənət, həmçinin mənat da salih kəsi idi, ibadət edirdi. Və cəlu salihin və arvah salihin və etiqad fihim. Ona görə özlərindən belə etiqad uydurdular salihlər barəsində. Və cəlu uləykə əvliyə, onları övliyə etdilər. Və cəlu zəlikə səbəbən likey yərfə uləykə əl-həvac ləhum iləllahi teala. Və onları deyir, səbəb etdilər, öz ehtiyaclarını Allaha qaldırmaq üçün vasitə etdilər yəni. İzə təəmməltə həl əl-ərəb, Həsən deyir, ərəblərin halını düşündükdən sonra kəmə əradı Şeyx Rahiməhullah, necə ki Şeyx Rahiməhullah, yəni burada məqsədidir oydu, yəni bunu bildirmək bu qaydada. Bilirsən ki, ənnə şirkə həsələ minəl ərəb bi unəs, yəni ərəblərdə şirk deyir, nə cürlə baş tutdu. Yəni onlar deyir, insanları, yəni ulduzları yox, insanları, salih insanları şərik tutdular, ilah etdilər. Nəyə görə? Sırf onlara ibadət etsinlər deyə yox, onlara Allaha yaxınlaşdırsınlar, şəfaətçilər olsunlar deyə ibadət etdilər. Yəni müstəqil olaraq ibadət etmədilər, müstəqil olaraq onları özlərinə Rəbb seçmədilər. Aydındır? Yəni problem yəni rububiyyətdə olmadı, problem nə oldu? Uluhiyyətdə oldu. Yəni biz bunları təzim edirik, biz bunlara müxtəlif növ ibadətlər yönəldirik ki, bunlar bizdən razı qalıb bizim ehtiyaclarımızı Allaha çatdırsınlar. Və lakin ləhə uluhiyyə alə cihəti təb. Yəni onlar müstəqildir, uluhiyyə, ilah seçmədilər onları. Müstəqil ilah deyil bu. Bu ilah tabe ilahdır. Yəni Allaha tabe ilahdır, yəni vasitədir, yoldur. Yəni vasitə yolu ilə. Və leysət əlihə müstəqillər, yəni müstəqil ilah deyil. Və ona görə deyirlər ki, əcələl əlihə iləhən vahidə. Məgər o deyir, bu qədər ilahı bir mi ilah etdi? Yəni o tabi olan ilahları da heç etdi, yəni.
فإنهم يعتقدون أن هذه الآلهة وسائط على جهة القرب والشفاء. Ona görə etiqad edirlər ki, bu deyir ilahlar hamısı vasitələrdir, ya deyir yaxınlaşma, ya da ki şəfaət yolu ilə, iki yolla. Sonra müəllif orada qeyd etdi ki, şəfaət iki növdür. Mənfi şəfaət, yəni inkar olunan şəfaət və şəriətlə isbat olunan şəfaət. Və mənfi olan şəfaət rahimehullah buyurur ki, hiyə əş-şəfə fi mə la yaqdiru alayhi illallah azza və cəl. O şəfaətdir ki, Allahdan başqa heç kəs qadir deyil bunu etməyə. Və şəfə fi məğfirəz-zəmb mimmə la yemliku zəlik. Misal üçün günahın bağışlanması heç kəs malik deyil buna, hə? Və burada şəfaətçilik nədir? Şirkdir. Və şəfə bi məna tələb dua, şəfaət çünki yəni dua tələb etmək mənasındadır. Şəfə deyəndə yəni tələb etməkdir. Yəni şəfə deyəndə tələb etməkdir. Və şəfəə hiyə ət-tələb. Demək ki, şəfaət nədir? Tələbdir. Vəl mətlubu minhu immə ən yekuna hayyan hadira və immə ən yekuna meyyita. Sonra deyir kimdən ki tələb edirsən bu tələbi, şəfaətçilik edirsən, o iki haldan biridir. Ya yanındadır, diridir, ya da ki bu adam ölüb. Hə? Vəl hayyu hadir fi ad-dunya o fi arasatil qiyamə cəətil adillə bi cavaz tələb şəfa minhu. Əgər yanındadırsa, qadirdirsə, diridirsə və yaxud yəni qiyamət günü düzənlikdə olacaq, orada istəyirsənsə, bu barədə deyir, yəni bunun icazəliyi barəsində çoxlu dəlillər var. Kəmə cəd bizəlikə ən-nusus kəsirə, necə ki, çoxlu naslar var bu haqda. Ölüyə gəldikdə isə, finnəhə leysə fi dar əməl. O deyir, əməl diyarında deyil, və leysə fi dar tələb və tələb diyarında deyil deməli. Ki, sən ondan nəsə tələb edəsən. Və leysə indallahi əzzə və cəl bil məkan əlləzi yətlubu və Allahın elə bir məkanında deyil ki, sən ondan tələb edəsən və sənin tələbi versin sənə, qaytarsın sənə. Və lakin tətlubu şəfa minallahi əzzə və cəl. Demək ki, yəni ondan tələb edə bilmirsənsə, nə edirsən? Haqq sahibi olan Allahdan tələb edirsən ki, onu sənə şəfaətçilik etsin. Onun özündən istəmirsən şəfaətçi ol, Allahdan istəyirsən ki, onu mənə şəfaətçilik etsin. Şəfaətçi etsin. Aydındır bu. Fəşşəfə mənfiyə hiyəlləti nəfəh Allah əzzə və cəl və inkar olmuş, mənfi olan şəfaəti Allah Teala inkar etmişdi öz kitabında. Necə ki Allah Teala buyurur: "Məl-zalimin min hamimin və la şəfi'in yuta." Zalimlar üçün heç bir dost, nə də ki bir, yəni itayət olunası bir şəfaətçi yoxdur. Və başqa ayədə Allah Teala buyurur: "Ya eyyuhellezina amanu anfiqu mimma razaqnakum min qabl an ya'ti yawmun la bay'un fihi və la xullatun və la şəfa'a vel kafirun humuz zalimun." Ey iman edənlər, sizə verdiyimiz ruzudan xərcləyin. O gün sizə yetişməmişdən qabaq ki, orada nə bir alış-veriş var, nə dostluq, nə də ki şəfaətçilik. Kafirlər əlbəttə ki zalimlardır. Necə ki bayaq keçdi bu ayə. Həmçinin Allah Teala buyurur: "Leysə lehum min dunihi valiyyun və la şəfi'." Onlar üçün Allahdan başqa nədir? Himayədar, nə də bir şəfaətçi yoxdur. Yəni şəfaətə izin verən. Allah Teala şəfaətçi deyil, şəfaətə izin verəndir. Yəni Allah Teala'dan başqa yoxdur onlar üçün. Və nəhvu zəlik minəl ayəti ləti fihə nəfi şəfə və bu kimi digər ayətlər hansı ki bildirir ki, şəfaət yəni inkar olunur bu formada olan şəfaət. Həzi şəfə mənfiyə hiyə şəfə ləti təkunu min qeyri iznillah. Bu şəfaət hansı ki Allahın izni olmadan istənilən şəfaətdir. Nə də ki Allahın razılığı olmayan bir şeydir. Və təkunu bi tələbi həmimmə ləm yuməkkən min zəlik. Və demək ki, sən bunu tələb etməyinlə həmin imkan verilməmiş bir şeyi istəmiş olursan. Yəni ona imkan verilməyib, sən də onu istəmiş olursan. Aydındır. Tələb zəlikə minəl meyyit, yəni bunu ölüdən istəmək məhmə kənə dərəcədir. Onun dərəcəsi nə qədər olur olsun. Fəinəhu la yuməkkən min zəlik. Onun üçün bu imkan yaradılmayıb. Yəni sən ondan gedib istəyirsən, amma ona bu imkan verilməyib. Ləm yuməkkən ən yatlubə şəfə. İmkan verilməyib ki, sən ondan şəfaət istəyəsən. Və lihəzə yəkunu tələbu şəfə minallahi əzzə və cəl. Və o səbəbdən də şəfaət tələbi yalnız Allahdandır. Allahdan istəmək lazımdır. Və həzi şəfə nəfiyə. Çünki bu nədir? Müsbət olan, mənfəətli, yəni faydalı şəfaətdir. Və həzi istidrad min şeyh rahimehullah fi beyan şəfə əl-haqqa və rad aləl-ləzinə təalləqu bi şəfə batilə. Bu deyir şeyx tərəfindən bir xaşiyədən kənara çıxmaqdır. Çünki bildirmək üçün ki, yəni şəfaət iki cürdür. Haqq şəfaət də var, batil şəfaət də var. Yəni hər şəfaət eyni mənada deyil və biz deyəndə ki, şəfaətdə
Məkkə müşrikləri, Qureyş müşrikləri şəfaətdə Allaha şərik qoşmuşdular. O demək deyil ki, şəfaət mütləq şəkildə şirkdir. Ona görə müəllif burada nə edib? Haşiyədən kənara çıxıb bildirərək ki, şəfaət bir mənalı şirk deyil. Şəfaətin elə hissəsi var ki, isbat olunub şəriətlə, eləsi də var ki, inkar olunub. Necə ki, qəsd olunan, yəni şəfaət hələ inkar olunan şəfaətdir bu mövzuda. Aydındır bu. Və sonra deyir ki, Mulaxız zəlikə ənə şəfaəl musbətə hiyəlləti tavaffərət fiyhə əş-şurutu şəriyə. Xülasə olaraq deyir ki, yəni şəriətlə isbat olunmuş şəfaət o şəfaətdir ki, orada yəni şəri bu şərtlər mövcud olub və ən böyük şərtlər də nədir? İzin və razılıqdır. Şəfaət edən, şəfaət etsin deyə izin və şəfaət edən və şəfaət olunan hər iki tərəfdən, həm şəfaət edən, həm də şəfaət olunan, hər ikisindən Allahın razılığı. Demək, şəfaət edənə izin, şəfaət olunan və şəfaət edənə də Allahın razılığı. Necə ki, bu haqda Allah Taala buyurur: وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَى. Göydə neçə mələk var ki, göylərdə neçə mələk var ki, onların şəfaəti bir fayda verməyəcək, yalnız Allah izin verməyincə və istədiyinə. Yəni kimdən ki razı qalacaqsa. İzin və rıda, razılıq. Və başqa ayədə Allah Taala buyurur: "Mən zəlləzi yəşfə'u indehu illə bizni." Yəni kimdir o kəs ki, Allah qarşısında şəfaətçilik etsin, Allahın izni orada olmadan. Yəni burada nədir? Şərt izindir. Başqa ayədə Allah Taala buyurur ki: "Və la yəşfə'una illə limen irtada." Və onlar kimlər ki, şəfaətçilik edirlər? Allahın razı qaldığı kəslərdən şəfaətçilik edirlər. Yəni hər adama şəfaətçilik etmirlər. Yəni müşrikə şəfaətçilik yoxdur. Yəni razı qaldığı adamlar kimdir? Allah kimdən razıdır? Tövhid əhlindən. Yəni müşrikdən Allah razı deyil. Ona şəfaətçilik düşmür. Və başqa ayədə keçir ki, illə mən şəhidə bil haqqi və hum ya'lemun. Yəni kimlər şəfaətçilik edirlər? Haqqa şahid durub bilənlər, elm əhli yəni. Haqqa şahid duranlar, elm əhli. Feyzən əş-şəfəəl musbətə hiyə ən-nafiyə. Demək yəni müsbət, şəriətlə isbat olunmuş şəfaət, yəni faydalı olan şəfaət budur. Lakin tənfə bi şərteyn. Lakin iki şərtlə fayda verir. İzin və razılıq. Fərrida ən-şəfi ən yekuna mimmen şəhidə bil haqqi və hum ya'lemun. Və razı qalmalıdır Allah Taala şəfaət edəndən ki, o kəslərdəndir ki, haqqa şahidlik edib və biləndir, yəni alimdir. Elm üzərindədir. Yəni mələklər alimlərdir, peyğəmbərlər alimlərdir. Aydındır. Və rida ən-məşhuləhu. Və həmçinin razılıq olmalıdır kimə ki şəfaətçilik olunacaq. Onlar da kimlərdən olmalıdır? Min əhli tövhid, tövhid əhlindən. Ona görə də deyir ki, və lihəzə səbətə fis-sahih, səhih hədisdə keçir ki, Əbu Hüreyrə radiyallahu anhudan ki, Sələn Nəbi sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşur ki, Ya Rasulallah, mən əsədun nəsi bi şəfaətikə yevməl qiyamə. Ey Allahın elçisi, sənin şəfaətinə qiyamət günü ən layiqli kimdir? Yəni, kimə sən şəfaətçilik edəcəksən? Ən layiqli kəs kimdir? Qalə Rasulullah sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Ləqəd zanantu ya Əbə Hüreyrətə ən lə yəsələni ən həzəl hədisə əhədun əvvəlu minkə illi mə rəeytu min hirsikə aləl hədis. Elə zənn etmişdim ki, hələ, yəni bu sualı səndən öncə kimsə verməyəcək. Çünki sənin yəni hədisə, elmə, hərisliyinə görə. Və əsədun nəs bi şəfaəti yevmil qiyamə və deyir, mənim şəfaətimə ən layiqli qiyamət günü kimlərdir? Kim ki, qəlbi ilə xalis olaraq la ilahe illallah deyir, qəlbi ilə xalis olaraq, yəni ixlasla la ilahe illallah deyir. Yəni tövhid üzərindədir. Yəni tövhid insanı nə edir? Yəni Allahın ona izni, razılığı, yəni şəfaət olmasına, yəni ki, qapı açır. Amma gedib ölüdən istədin, elə bil ki, tövhidi şirk etdin, məhrum oldun əsl şəfaətdən. Allahdan istədinsə tövhid etdin, şəfaətə layiq görüldün. Tam əksidir hələ ki. Aydındır. Yəni məsələ budur. Feyzən əş-şəfə innəmə hiyə ilə əhlil ixlas. Demək ki, yəni şəfaət yəni ixlas əhlinə aiddir.
yəni təvhid əhlinə aiddir. Və şəfaət Nəbi sallallahu əleyhi və səlləm və şəfaətil mələikə, həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin şəfaəti, mələklərin şəfaəti, salihlərin şəfaəti, alimlərin şəfaəti qiyamət günü innəmə hiyə li əhlil ixlas. Bu yalnızdır ixlas əhlinə aiddir. Və əhlül ixlas yatlubunəhə minallahi. Və ixlas əhlidir bu şəfaəti Allahdan istəyirlər. Bəndəsindən yox. Yəni şəfaət Allahın mülküdür, mülk sahibindən istəyir. Kimə ki Allah Taala verəcək, mülk sahibidir. Fəyəqulul muxlis Allahumma şəffi fiyyə rasulək. Və muxlis olan, təvhid əhli, ixlaslı olan nə deyir? Ey Allahım, öz rəsulunu mənə şəfaətçi et qiyamət günü. Gedib özündən istəmir. Ey Allahım, öz rəsulunu mənə şəfaətçi et qiyamət günü. Ey Allahım, mələklərini mənə şəfaətçi et qiyamət günü. Ey Allahım, alimlərini, salihlərini mənə şəfaətçi et qiyamət günü. Ey Allahım, abid qullarını mənə şəfaətçi et. Kimləri ki sevirsən və razısan. Yəni budur. Yəni şəfaətin ləfzi bu cürdür. Fətatlubu şəfaə minallahi əzzə və cəl. Demək ki, şəfaəti tələb edirsən yalnız Allahdan. Və la tatlubu şəfaə minəl məxluq. Məxluqdan tələb etmirsən. Niyə? Limə? Ləənnə şəfaət tələb. Çünki şəfaət bayaq dedik nədir? Tələbdir. Və şəfaət tələbu dua. Və şəfaət özü duanı tələb etməkdir. Dua istəməkdir. İzə qalə əstəşfi'u. Əgər bu sözü deyirsən ki, mən şəfaətçilik istəyirəm, şəfaət istəyirəm, mənası odur ki, mən dua istəyirəm, dua tələb edirəm. Atlub minkə raf həcəti. Yəni mənası odur ki, mən səndən öz ehtiyacımı ona qaldırmağı, Allaha qaldırmağı istəyirəm. Və izə raca əmr əş-şəfa ilə tələb. Və əgər məsələ belədirsə, əgər şəfaətin məsələsi tələbə qayıdırsa, sarət əş-şəfa min anva' dua. Demək şəfaət özü dua növlərindən biri sayılır. Şəfaət özü dua növlərindən biri və duanı Allahdan qeyrisinə sərf etmək nədir? Şirkdir. Və sarət davatu qeyrallahi şirkən əkbər. Və Allahdan qeyrisini çağırmaq demək nədir? Böyük şirkdir. Lihəzət nəqulu və o səbəbdən də deyirik ki, tələbu şəfə min qeyrillahi şirkun əkbər. Allahdan qeyrisindən şəfaəti tələb etmək böyük şirkdir. Neydə ki, Allah Taala'dan başqa heç kəs qadir deyil. Yəni amma həyatı boyu, yəni sağlığında, yanındadırsa, bu yəni qüdrətə işarətdir. Yəni amma ölən, yəni qadir deyil. Yəni minəl əmvat, yəni ölülərdən istəmək, ölülər qadir deyil. Finnə həzə şirkə əkbər. O zaman bu nədir? Böyük şirkdir. Nəyə görə? Ləənnəhə dua və dua yəcibu ən yəkunu muxlisan fihi lillahi azza və cəl. Çünki bu duadır və dua da gərək ki, ixlasla yalnız Allaha nisbət olunsun. Necə ki, dünya həyatında sağ insandan nəyisə tələb edirik, onu çağırırıq, istəyirik, bu caizdir. Çünki qadirdir bir şey versin. Öləndən sonra bu şeyə qadir deyil, bunu yalnız Allahdan istədiyimiz kimi. Aydındır bu. Və bununla yəni kifayətlənirik. İkinci qaydanı tamamlayırıq. Subhanakallahumma və bihamdikə əşhadu an la ilaha illə ente estəğfiruke və etûbü ileyk.